Yok işleyeceğim maşallah işleyeceğim. İşlemek isteyirik. Biz elə bir şey, nəsə eləməsən, onu neynəyəsən? Hər şey olur, mən alıram da düzəltlər, kəsər, stakaslar, nəsə, bir dənə başqa şey eləmək lazım. Cəmiyyət də istəyir ki, burada bir yer var, bir proqramda bizə bilməklə, proqram qola bilir. Tabii. Yok malı var. Buna baksam adam 20 dan dolar ver burası. Bakın ne işler çıkarıyor? Geçen yıl ben sabah geldi. Nasıl bizim gibi harda burada uzak değil. Böyle bir şey yok. Bu ülməni kesin. Mən elə biləm ki, geçən ülməlidir ki, malbek biz şeylərdir, malbek deyirik. Bizdə bir dənə malbek var, çox qəşəngdir. Çox var. Orada qiymət alıyor, aşağı yukarı, sonra bir şey onun nəticələr burada sipariş verdik, zaman demişdim, bilmem nə qədər şey yaptım, başta geldim. Sade bir şey. Bunu şey için, böyle tədbir üçün, tələbə üçün. Olsun ben de diyorum. Şəhərinə az. Bir evet.
Anadolu bugün adı günü değil. Artık biz 10 yıl oldu qeydlədik. Həm yəni tanrıların ünsiyyət günüdür. Keçən il bunu qeyd elədik. Çox böyük məmnuniyyətlə insanlar sevinərək iştirak etdilər. Həm bu kitabın prezentasiyasıdır, 100 nəfər dünya şöhrətli Azərbaycanlılar kitabı. Orada maraqlı şeylər var sizə. Hamı deyir ki, hamı internetə baxır. İnternetdə çoxunda biz baxmırıq, maraqlı nə də xəbəri yoxdur. Amma orada da şeylər var ki, məsələn, gün boyu olursa keçən. Məsələn, Kərəmli, Moskvanı görəməyəcəkən arxitekt tamamlı məşhur şəxsiyyət. Bütün sənərqəli tikən Azərbaycanlı olsalar, adam eşidən fikirlərin düzdür olur. Əziz tədbir iştirakçıları, bugün Fərhad Muradovun təşkilatçılığı ilə, təşəbbüsü ilə Abbasqulu Ağabəkxanovun məhz ad günündə Əlrəcan kəndinin ünsiyyət günü artıq ikinci ilki qeyd olunur. Həm Abbasqulu Ağabəkxanovu xatırlayacağıq, onun haqqında danışacağıq, həm də hörmətli Fərhad Muradovun yeni yazdığı kitabı, yeni çapdan çıxmış kitabı, məşhur Azərbaycanlılar kitabı təqdim olunacaq və bu kitab haqqında Fərhad müəllim artıq biraz məlumat verdi. Hamınız xoş gəlmişsiniz və tədbirimizi açıq elan edirik, başlayırıq. Bu bina nə gündədir? O qəbristanlığın üstündə tikilmiş bir yerdir. Özdə çapdar giyilmiş əl əşyaları ilə. Bu bizim hörmətimiz başqaları. Və yaxud burada o gözəl bina var. Binanın yerisi. Burada. Bu adamlar doğrayıb saxlayıb o binanı. Özü necə var mədəndə qalır. Adam prosta təəccüblənir ki, o dövrdən, məsələn, Nizamətli məscidindən də qabaq girmiş bir binadır. O dövrdən qalır. 3 dənə məktub məni yazdım, sanmalı məktub. Başqanın başı olmalı, deməli, Başqanov var, sülaləsi. Sonra Əmircanlı Saqqallar Şurasının üzvləri. O çəkib yolladı. Cənab Prezidentə, Vitse-Prezidentə və Mədəniyyət Nazirliyinə ki, öz balansına götürsün bu binanın remont edəsində. Heç birindən cavab gəldi. Bir dənə Mədəniyyət Nazirliyi məktub yazdı ki, boşdan getdik, götürdük yazdı. Asılcı baxıb var, üstünə yazır ki, Sənad Nazirin soy adını düzgün yazmamış. Əlinin əvəzinə orada şəxsiyyətlər, o çəkib olar, sənə müraciət edirlər, dəyəm familiyə bir rol edir. Ama acaba familiyə Kərimoğlu, sonra Kərim gəlir. Yazardım, mən də sizdən düz istəyərdim, sən ol. Bu məsələyə yer o deməkdir ki, bu cənabın üzrə məktub çıxmalı. Və Mədəniyyət Nazirinin ünvanında demirəm. Heç bir iş görmür. Və neynəmək var? Kimə deyil ki, hələ müraciət eləmiş. Çalışır ki, bu işlər yoluna düşsün. Yazıqlar qalmıyor, evini alır. Bir də adam yaxınlığının ki, evi remont eləsinlər, muzey statusu verilsin olaraq. Balansı götürülsün ki, remont olursun. Ondan sonra hələ Nizamətli məscidini də mən tarif etdim. Muzey istəyirdim mən. Olmaz. Niyə görə olmaz? Bir dəfə şəkilləri düzü qora tədbir keçirmək istədim. Ayaqüstü, 10-cu ay zamanı verməyim. İsimlər tanısınlar, həməcənlər, adamlar var, heç orada. Biz tanımıyıq Nizamətli məscidini. Nəyin gəlmir tanımıyız? Mədəniyyət Nazirli işçiləri heç bir Abbasqulunu yoxdur, Nizamətli məscidini ağlamır. Sən bu neysə, biraz adama təsir edir, amma ki, kimə deyəsən ki, bu işləri görürsün, yoluna qoyursun.
Her yerinden duran üstüne muzeyi asıldılar. Şahsiyetler Səmimi qəlbdən hamına salamlayıram. Xoş gəlmişik. Bu böyük şəxsiyyətin adının qeyd olduğu günə. Və gözəl bir burada incəlik əmələ gəlir. Yəni, Bakı xanlarının düzgün familiyini yazıblar. Bakı. Bakı yox. Bakı. Quran-ı Kərimdə Allah Taala'nın Əsma-ül Hüsnə dərgəsində 99 aşikar adı var. O aşikar adlarının biri Bakıdır. Yəni əbədi olan. O xanlar ki, həqiqətən Allah tərəfi o xalq üçün verilib, onlar əbədi olmalıdır. Necə ki, 230 il doğuşundan keçib, amma o yad olunur. Niyə görə? Çünki o Bakı olur. Yəni, əbədi tarixdə adı qalan və famili qalan bir şəxsiyyət kimidir. Və onun da davamçıları, o nəsil, Bakilərin nəsli, hamısı da davamçıdır, hamısı sənətlə, hamısı incəsənətlə, elmlə, bütün insanların məhəbbətini qazanıblar. Və ki, bütün xalqımız Bakı olsun. Bakı, yəni əbədi yaşamaq üçün səy göstərsin, əməl göstərsin. Və biz onun əlindən, ayağından öpərik. Çünki o insanlar xalqa xidmət edirsə, bax, əsərləri göz qabağındadır. Fərhad müəllim. Çünki o Bakilidir. Bakılı yox, Bakili. Onu qazanır. Neyi ilə qazanır? Öz adı ilə, öz sanı ilə, öz sənəti ilə, öz əməyi ilə, öz məhəbbəti ilə. Sənətkarların bir dənə gözəl xüsusiyyəti olar. Başqa adamda o xüsusiyyət olmaz. Sənətkarın hansı ki işini kimsə bəyəndi, gələn qonaq, sənətkar ona bağışlayar. Mən bilirəm, Fərhad müəllim, nə qədər hələ birinci yıl mən istəyirdim, neysə bağışlayın, dedim, yox, hələ deyəm, mən tanımamışam. Mən bəxşeyişi hələ belə götürmərəm. Bəxşeyişi götürən adam nə eləməlidir? O xalq üçün nəsə iş görməlidir. Ki, heç vaxtı başı aşağı olmasın. Bizim Allah'ın köməyi ilə Böyük İpək yolunun Əmircandan gəlib keçməsinin baiskarı Fərhad müəllimdir. O dəvət elədi, mən gəldim, görüşdüm, yerləri göstərdim, mən dedim, Allah səni saxlasın. Mən bütün Azərbaycanın enini uzununa gedmişəm, bütün Orta Asiyanı, hər yerdə İpək yolu üçün əsas axtarmışam. Abşeronun ən gözəl tarixi bir məkanı İpək yolunun tam canlı qadıdır, iştirakçısı, tam canlı. İnşallah ki, biz maliyyə təklifini almışıq. Allah ağıl versin o şəxslərə ki, onun qarşısını alıblar. Ağılları başlarına gəlsin, əllərini götürsünlər bu maniyyədən. Asiya İnkişaf Bankı, bütün bundan qabaq, mənim şəxsən adıma və mənimlə iştirak edən maliyyə auditinin adına məktub yazır ki, çox sağ olun ki, bu işi öz hesabınıza bu günədən gətirmişsiniz. Biz sizin əməyinizi bəyənirik və alqışlayırıq. Və bir dənə nə lazımdır? O milyardları açmaq üçün 2 nəfərin könüllü imzası. Şadla yox, düz istəyirəm, qapad altında yox. Könüllü. İqtisadiyyat naziri, maliyyə naziri yazıb verib mənə. Amma bu məclisin növü-növrağı nə vaxt böyüyəcək? Onda böyüyəcək ki, həmin maliyyə açılsın. O maliyyə açılandan sonra o xanım ki, o evdə əziyyət çəkir, onun birinci növbədə ev məsələsi həll olunur. Mənim yaşıma görə əhatəmdə məni tanıyan adamlar var ki, sosial proqramla 2 dənə mənzili, 4 otaqlı, tam təmirli verməyə hazırdılar. Bir dənə
imza getsə ki, bəli, biz sizin Azərbaycan üçün gətirdiyiniz maliyyənin yolunu açdıq, bu kifayət. Çünki o milyardlardır. Milyonlar yox, milyardlar. İndi çətinə düşüblər. Yaxın şərqdə ərəb dövlətləri. Bizə o Dubaydakı ərəb qardaşımız 3 il bundan qabaq göndərir. Şeylər İngilis bankı. Onlar pullarını İngilisə etibarlayırlar. Başqasına heç. İngiliz bankından bizə faizsiz verir. Faizsiz. Aqro qəsəbələri sənətkarlar üçün salar. Aqro qəsəbələr kimi üçündür? Bu kişinin tələbələri üçün. Özü ağsaqqal kimi oturacaq başda və tələbələrin də yığacaq ayağının tuşunda. Hamısının da bu torpaqdan kim çıxırsa, hamısının sənəti var. Heç mən sənətkar olmayan Əmircanlı tanımıram. Mənim bax qonşularım Kərimovlar olub. Usta Kərim, Paşayevləri, Kərim Paşayev. Əli Paşayev, güləşçi, güləş ustası. Mənim bax qonşum olub. Allah sağlasın. Burada deyilmədilər onu geçir. Bu Rusiyada oğlu yaptı. Federasyon böyük. Özü federasyon böyük. Çünkü ne için? Bu insanlar vətənə, xalqa bütün elmiyle, sənətiyle bağlıdırlar. Odur ki Allah sizi var etsin Fərhad müəllim. Sizi ağsaqqallıqdan, böylükdən, bu xalqın hər şeyinə qatlaşmaqdan uzaq qoymasın. Həmişə var olasınız. Hamınızı bir də salamlayıram. Təşəkkür edirəm ki, gəlmişsiniz, bu məclisdə iştirak edirsiniz və Bakililər, hamımızı alqışlayıram, Bakililər, əbədi olanlar, hamımızı alqışlayıram. Sağ olun. Bizim fədakar Əmircanlılardandır. Neçə ildir Ərhənə halını alıb, Ərhənə halını alıb bizim buraya yığışmağımız, Əmircanların təmas günü. Amma biz bugün faciələrdən, nə bilim, çatışmamazlıqlardan danışmayaq. Bu təmas günüdür. Hamımız bir-birimizə həm xoş arzularımızı bildirək, həm də ki, mən Abbasqulu Ağabəkxanovun evi barədə sizə deyim. Deməli, Abbasqulu Ağabəkxanovun bu günləri doğum günüdür, ruhu şad olsun. Onun haqqında bir cümlə deyim, oxuduğumu deyirəm, bəlkə bilmirəm, qız olmasa deyərsiniz deyil. Bu insan dövlətdən, Rusiya dövlətinin generalı olur. Dövlətdən çoxlu mükafatlar alır. Ömrünün sonunda gəlib Məkkəyə. Onların hamısını çıxardıb qoyub, deyib ki, ya Rəbbim, mən dövlətdən aldığım mükafatlardan imtina edirəm. Sən verdiyin mükafatı istəyirəm. Əgər mümkünsə, mən burada canlı tapşırım. Və o müqəddəs Məkkədə, Kəbədə canlı tapşırıb, onu orada dəfn edirlər. Ruhu şad olsun, ruhu nə? Bu günləri bizim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Abbasqulu Ağabəkxanovun doğulub böyüdüyü evi balansına götürməyib. Biz hamımız əgər bir ara elə bir ki, biz bir məktub Fərhad Muradov məktub tərif elədi, Uzər xanımda Bakıxanovlara qol çəkdirdi. Amma biz hamımız Əmircanlılar olaraq biraz fəal olub, bu məktubu bir də təzədən Möhtərəm Prezidentimizin, sonra sevimli Mehriban xanımın adına, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin adına bir məktub yazsaq, hamımız qol çəksək, mən düşünürəm ki, biz bunu eləməliydik və hamımız indi qol çəkməliydik ki, bu Nazirliyi, Mədəniyyət Nazirliyi, bu evi, Abbasqulu Ağabəkxanovun doğulu böyüdüyü evi, çox böyüməyib də, biraz erkən küçüklər qoyar. Bu evi balansına götürsün. O evi balansına götürsə Nazirlik, oranı həm təmir elətdirər, həm də muzey olmaq şansı yaranır. Amma indi bizim danışdığımız sözlər elə bilin ki, elə belə danışır. Mütləq bu balansa salınmalıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına salınmalıdır. Onun üçün əgər hamımız həvəs göstərib qol çəksəz, bu qədər imzadan düşünürəm ki, bu qərar qəbul olunur. Və deyəcəm, hamımız sizdən Əmircanlılar, Bakıxanov ailəsinin nümayəndələri, sizdən xoş sözləri eşitmək istəyirəm bugünkü gündə. Çünki bu fədakar insanı həmişə alqışlamaq lazımdır, həmişə ona uzun ömür, can sağlığı arzulamaq lazımdır.
və bir də ki, bu sənət əsərlərimiz. Baxın, görün, həm biz bugün sərin odaqda oturmuşuq, həm mənəvi qida alırıq. Bizim bugünkü görüşümüz əsas ondan ibarətdir ki, biz burada mənəvi qida alırıq. O, alqışlayıram, Fərhad Muradı, çox sağ ol. Bizi toplayırsan ənənə kimi. Hər il inşallah qismət olsun. Gələn il iyulun 21-də biz görüşəndə bilək ki, Bakanovun evi Nazirliyin balansındadır və gələcəkdə muzey olmaq şansı var. Hamımıza xoş saatlar. Çox sağ olun. İndi istəyirəm sözü verin Gülnarə xanım Bakıxanovaya. Necə ki, biz bugün Abbaslı ağanın evinin problemini həll etmək istəyirik və eləcə də hətta bizim qarşımızda elə bir məsələ də var. İçəri şəhərdə Bakı xanlarının bilirsiniz ki, iqamətgahı var. O iqamətgah da bir muzey şəklində bərpa olunub, açılmalıydı. Ancaq bu bərpa olunub, ancaq hələ bir muzey şəklində fəaliyyət göstərmir. Haçan gediriksə, o da bağlıdır. O, necə deyərlər, bizim daha yaralı yerimizdir, öz babalarımızın. Orada adam var, hər şey açılır. Amma mən getmişəm, öz babamın yaşadığı evdir, bizim öz babamızın evidir. Biz ora hələ içəri daxil ola bilməmişik. Haçan gediriksə həmişə bağlı olur. İnşallah Gülnarə xanım olarız inşallah. İnşallah. Bir daha təbrik edirəm və təşəkkürümü bildirirəm. Çox sağ olun. Deməli, Ramana kəndi də Bakıxanovların, deməli, xan kəndlərindən biridir. Əmircan Bülbülə Ramana kəndi. Bir maraqlı bir məsələni qeyd etmək lazımdır ki, Ramanada Bakıxanovların evləri oldu. Çox təəssüflər olsun ki, artıq 20-ci illərdə, 30-cu illərdə o ev sökülübdür. Yəni, orada evləri olub. Bir də Ramana qəbristanlığı ən qədim qəbristanlıqlardan biridir. Orada 3 nəfər şəxsin, Bakıxanovların nümayəndələrinin qəbirləri durur. Və həmişə kəndli deyərdilər ki, bunlar əmanət qəbirlərdir. Yəni, bu qəbirlər, belə bir 4 tərəfdən divarı çox belə səliqə ilə hasara alınıb, ancaq üstü örtülmür. Örtülmür və bir qapısı da var. Arka formalı qapısı var. İndi oraya artıq o qədər torpaq yığılıb ki, artıq içəri girəndə biraz əyilirsin. Bu qəbirlər qalıb idi, düzdür. Çox adamlar çəkilişə gəlirlər, müəyyən studiyalardan, başqa. Deyirlər, niyə bunları təmizləmirsiniz? Bayaq Gülqar müəllim danışdı. İndi durub onu bir 5 adam yığırsa ki, bu qəbirlər biraz aşağı. Bir dənə sonuncuda Məhəmməd adı oxuyurlar. O birisilər artıq yazılar da yavaş-yavaş qalıb torpağın altında. Ancaq baş daşları mövcuddur. Baş daşları indiyə qədər qalmaqdadır. Gəlin, baxsınız. Deməli, bir kitab barədə Fərhad müəllim bir dəfə də Abbasqulaq Bakıxanovun yubileyi oldu Əmircanda. Orada da mən iştirak edirdim. Orada siz kitab payladırsanız hamıya, mənə də o bir kitabınız da artıq məndə var. O Əmircanın adətləri, əmrləri, müxtəlif insanların Əmircanın etnografiyası çox maraqlı idi. Bu kitab da çox gözəl kitabdır. Aldım indi bu kitabı, varaqladım və mənə çox xoş oldu ki, burada mənim 2 nəfər Ramanalım da var, Ramana kəndindən. Dünya şöhrətli Vaqif Mustafazadə. Biz ki, onun anası da. Bir də qızı Əzizə xanım. Çox sevindim. Bizim də belə arzularımız var. Necə siz gözəl arzularla deyirsiniz ki, Abbasqulaq Bakıxanovun evi bərpa olunsun, muzeyi çevrilsin. Hamımız o günü səbirsizliklə gözləyirik. Bakı Abad Ramanaya gələndə mən ilk görüşdə mən bir təklif irəli sürdüm ki, Vaqif Mustafazadənin babasının evi qalıb. Ağasəf Əliyevi, Ağasəf də çox vardı imkan. Yox, Ramanada. Ramanada ev qalıb, ancaq ki, Sovet dövləti dövründə alıblar, indi orada sanatoriya yerləşir, xəstə uşaqlar. Dəfə orada çəkilişlər olur. Ancaq mən belə bir təklif irəli sürdüm ki, bir musiqi evi olsun Ramanada, adını qoyaq. Vaqif Mustafazadə adını, yəni belə bir yer. Düzdür, bu çox gözəl, əzəmətli bir günlərdir. Sağ olsun kim bunu ərsəyə getirib ki, indi biz burada oturmuşuq, bax bu tədbirdə iştirak edirik. Ramanada da belə bir yer olsaydı, xüsusilə ki, bu kənddən böyük bir şəxsiyyət çıxır. Mən də deyirəm belə. Musiqi evi heç olmasa Bakı Abad balaca bir musiqi evi tiksəydi, biz orada müəyyən tədbirlər
Heç olmasa biz də hər il Vaqif Mustafazadəni öz doğma kəndində, Sən babasının bu işlərin kəndində mədəniyyət naziri, Bəli. gəlib baş çəkməlidir, soruşmalıdır. İlqar müəllim həyatımız bir gün dedi ki, o ev uçulanda o yağışlardan sonra bunu ictimailəşdirildi də hər yerdə, mətbuatda. Bu dövlət özü bunu qayğı göstərməlidir. Yəni insanlar bunu əldə yazmamalıydı. Çox düzgün bunu olmalıdır. Yəni bu qədər yazırlar, eləyirlər, ancaq yenə də bir müsbət cavab yoxdur. Ancaq ümid eləyə yəqin ki, gələn il bəlkə orada gedib ziyarət edib sonra bura gələrik. Sağ olun. Ariel Şaralov. O məlunu mən nələtlədim, 8 il çapaladım. Bizim nələtimizdən bir adam qutara bilməz. Çünki biz Allaha xidmətə gəlmiş adamlarıq. Amin. Elə olsun. Bu bir. İkincisi də nədir? Orada 300-dən yuxarı barelyef dağır. Dedim, onlar üçün qəbirstanlıq açmısınız, barelyeflər üçün. Necə olur ziyalısı olmayırsan? Yerin 300 dənə barelyef olur bu arazide. Qurban müəllim, bir dəqiqə. Düz istəyirəm. Siz danışanda əsəbləşirsiniz. Mən əsəbləşmirəm. Haqqı deyən adamın Haqqı deyil. gərək bədəni neynəsin, titresin. Hə, əsəb. O titremədiyi haqq çıxmaz. Haqqı danışan adamların haqqla bir ünsiyyəti var. Mənim bir Mən sözüm üzr var. istəyirəm. Ən qısa müddətdə mən sizə şad xəbər verim. Aha. Ən qısa müddətdə bütün bu kişinin haqq olan əməlləri par-par parıldayacaq. İnşallah, inşallah. Çünki necə o tək deyil. Amin inşallah. Onun haqq əməlinə dəstək verən haqq kişilər var. Haqq xanımlar var. Haqq insanlar var. Haqq övladlar var. Bax oturub orada danışdı.